İndiki uşaqları bilmirəm, amma dövrümüzün sağlam və ya əsasən qeyri-sağlam əyləncələrindən biri lupa götürüb əlimizə keçəni yandırmağımız idi. Bağdakı quru yarpaqlardan tutmuş bacımızın gündəliyinə qədər. O yaşda bizim üçün işıqların tıxanmasından belə hərarət yarandığını görmək möcüzə kimi idi. Amma yəqin ki, çoxumuz atamızın pijamalarını yandırarkən həyatımızın birlik mövzusunda ən ibrətamiz səhnələrindən birinin şahidi olduğumuzun fərqində deyildik. Qur'an-ı Kərim Ali İmran surəsinin 103-cü ayəsində buyurur: Hamılıqla Allahın ipinə, dininə, Qur'ana möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın. Yəni, ey dünya müsəlmanları, siz günəş kimisiniz və İsrail kimi istənilən çirkin canavarın yuvasını yandıra bilərsiniz. Təbii bir şərtlə ki, gülünc olan hər məsələnin üzərində dalaşmayasınız və hamınız Allaha iman kölgəsi altında bir-birinizi sevəsiniz.